Bismillahirrahmanirrahim. As-Sırat. Deməli, növbəti mövzu As-Sırat. Yaxşı, bu sırat nə deməkdir? Bu sırat lüğətdə, ərəb lüğətində 3 şəkildə səslənir. Sad hərfi ilə As-Sırat, Zey hərfi ilə Az-Zirat və Sin hərfi ilə As-Sırat. Üçü də eyni məna gəlir. At-tariqul vadih. Aydın bir yol mənasına gəlir. İslahi mənası huve cisrun mansub alə cəhənnəm. Cəhənnəmin üzərində çəkilmiş bir körpüdür. Nəyə görə? Yu'abbaru aleyhi li mevsul ilal cənnə. Onun üzərindən cənnətə keçmək üçün keçirlər. Deməli o cəhənnəmin üzərindən çəkilmiş bir körpüdür. Cənnətə keçmək üçün bir keçid olaraq. Yəni onun üzərindən keçirlər. Yaxşı, Quran-Kərimdə varid olub olmayıb bu haqda uləma arasında böyük bir ixtilaf var. Və ixtilaf Quran-Kərimin bu ayətinin mənasında öz yekununu tapır. Quran-Kərimdə ayət var ki, o ayətin təfsirində sırat nəzərdə tutulur. Ayət-i kərimə وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَقْضِيًّا. Məryəm surəsi 71-ci ayə. Sizdən elə bir kəs yoxdur ki, ona varid olmasın. Şübhəsiz ki, bu Allah Taala'nın yazısıdır, qədəridir, hökmüdür. Yəni, burada varid olmasın sözündə də ixtilaf ediblər. Çünki varid olmasın sözü iki mənaya gəlir ərəb dilində. Onun içinə daxil olmaq və yaxud ona təşrif gətirmək, yəni onun yanına gəlmə mənasına gəlir. Daxil olmaq mənası varid sözündən söhbət gedir. Varid və in minkum illə variduha. Quran-Kərimdə bu ayət öz təsdiqini tapır. Yəqudumu qavməhu yevməl qiyaməti fəəvrədəhumun nar. Necə ki, Allah-u Teala Fir'on və onun qövmü haqqında öz qövmü ilə qiyamət günü gələcək və onları cəhənnəmə varid edəcək. Buradakı varid, yəni lüğəti mənası da, islahi mənası, təfsir mənası da cəhənnəmin içinə daxil olacaq o və onun qövmü, yəni ona tabi olanlar. Aydındır, bu ayətdə varid nə deməkdir lüğəti mənası? İslah mənası, təfsir mənası, yəni içinə daxil olmaq mənasına gəlir. Quran-Kərimdə eyni ilə ərəb dilində varid sözünün yanına təşrif buyurmaq mənasında gətirilən ayət var. Onlardan da biri وَلَمَّا وَرَدَ مَاءَ مَدْيَنَ ilə əxirli ayə. Hasas surəsi 23-cü ayət. Musa aleyhissalam quyunun yanına təşrif gətirdiyi zaman, yəni quyunun yanına varid olduğu zaman, varid burada yəni təşrif buyurmaq, onun yanına gəlmək, onun yanına gəlib çatmaq, yetişmək mənasına gəlir. İçinə daxil olmaq deyil. Çünki biz bilirik ki, Musa aleyhissalamın bu qıssasında o quyunun içinə heç də daxil olmamışdı. Sadəcə o quyunun yanına gəlmişdi və oradan su çıxardıb Şuaybın qızlarının qoyunlarını çizdirmişdi. Ərəb dilində də varada aleyhi əşraf aleyhi dəxaləhu əvləm yədxulhu. Ərəb dilində də varid olmaq, yəni təşrif qoymaq, onun yanına gəlmək və yaxud da ki, daxil olmaq, ya da ki, daxil olmamaq mənalarına gəlir. Və ən yaxın olanı doğrusunu Allah bilir, o, yəni cəhənnəmin içinə yox, cəhənnəmin üstünə varid olmaqdır, təşrif qoymaqdır. Yəni cəhənnəmin üzəri ilə körpünün üzərindən, cisirdən, sıratdan cəhənnəmə yəni varid olmaq, yəni onun üzərinə keçmək və cənnətə girmək mənasına gəlir. İçinə girmək mənasına gəlmir. Doğrusunu Allah bilir, bu tərcih olunmuş görüşdür. Yaxşı dəlillər. Çünki biz zikr elədik ki, kafirlər qiyamət günü cəhənnəm atəşinə daxil olurlar. Möminlər isə buna aid deyil. Onlar cənnətə daxil olurlar. Bundan qabaq biz onlarla dəlillərə müraciət elədik və sünnədən. Və bu da onu göstərir ki, əgər möminlər cəhənnəmə daxil olsalar, cənnətə girməmişdən qabaq, bu onlar üçün böyük bir əzab olar. O zaman biz onlar üçün nicət tapmışlar adını verə bilmərik. Və Quran-Kərimdə və sünnədə bu məsələyə aydınlıq gətirən dəlillərə baxaq. Birinci, bundan qabaqki dərslərdə götürdüyümüz hədislərdən 70.000 əs-səbiq. Necə ki, 70.000 nəfər Allah-u Teala'nın heç bir əzabına, heç bir sorğu-sualına düşər olmadan, sorğu-sualsız, hesabsız birbaşa cənnətə gedəcəklər. Düzdürmü? Bu hədisi hamımız eşitdik və gördük bundan qabaqki dərslərdə. Əgər bunlar sorğu hesabsız, yəni cənnətə girənlər mütlə cəhənnəmin içinə girib cəhənnəmin içindən cənnətə keçməli idilərsə, siz də bilirsiniz ki, cəhənnəm böyük bir əzabdır. Çox böyük bir əzabdır. O zaman onlara deyilməzdir ki, sorğu hesabsız, əzabsız cənnətə keçmək. Bu birinci istinbatdır, hədisdən götürülmüş istinbat. İkinci dəlildəki lap aydın dəlildir, açıq dəlildir, istinbat yox, birbaşa açıq dəlildir. Allah Resulü sallallahu aleyhi və səlləm Hafsaya belə buyurur. Ey Hafsa, la yədxulun nara inşəallahu min ashabi şəcərə. Ağacın altında mənə beyyət gətirənlərdən Allah Taala'nın istədiyi kəslər cəhənnəmə daxil olmayacaqlar. Onlardan heç biri cəhənnəmə daxil olmayacaq. Yəni bu hədisdə Allah Taala'nın iradəsində
məşiyyətində ağacın altında mənə beyət edənlərin heç biri cəhənnəmə daxil olmayacaq. La yedxulun nara inşaallah min ashabiş şəcərəti ahadun allazi ba'u tahtaha. Sonra dedi: "Bələ ya Rasulullah, bəli ey Allahın Rəsulu." Bəs bu ayət və bu ayət oxudu. "Və in minkum illa variduha." Cəhənnəmə varid olmayan aranızda heç bir kəs qalmayacaq. Yəni hər biriniz cəhənnəmə varid olacaqsınız. Bu ayəti oxuyanda Allah Resulü sallallahu aleyhi ve sellem bu məsələyə aydınlıq gətirir. Və nə deyir? وَقَدْ قَالَ اللّٰهُ عَزَّ وَجَلْ ثُمَّ يُنَجِّ الَّذ۪ينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِم۪ينَ ف۪يهَ جِثِيًّا. Deyir ki Hafsaya, sonra da Allahu Teala dedi. Yəni bu ayətdən sonra fikir verin. Digər ayət neyinir? Bu ayəti təfsir edir. Sonra Allahu Teala iman edib Allah'tan qorxanları cəhənnəm ateşindən qurtaracaq və zalimları cəhənnəm ateşində saxlayacaq. Yaxşı, görək əqidə uləmalarından, İslam uləmalarından, Rabbani alimlərindən İbn Əbil İzzil Hənəfiyyət Tahavi əqidəsi kitabında nə deyir? Və əşarə sallallahu aleyhi ve sellem ilə ənnə vurudən nəri lə istəlzim duxulaha. İmam Tahavi bu hədisi gətirərəkdən belə izahat verir ki, Allah Resulü sallallahu aleyhi ve sellem izahat verdi. Yəni bu ayəti aydınlatdı və aydınlıq gətirək dedi ki, varid olmaq, daxil olmaq mənasına heç də gəlmir. Və ənnən nəcətə minəşşəri lə yəstəlzimu husulah. Və deyir ki, cəhənnəm ateşindən qurtarmaq o deməkdir ki, cəhənnəm ateşinə girməmək. Aydındır? Əksi yox. Necə ki, fəmən talabəhu aduvuhu liyəhlikəhu və ləm yetəməkkənu minhu yuqalu nəcəhullah minhum. Necə ki, bir nəfərə düşməni həlak eləmək istədikdə, onu mən səni həlak edəcəm deyəndə və Allah Teala həmin o məzlumu düşməninin caynağından, şərrindən qurtaranda həmin insana deyirlər ki, Allah Teala onun canını qurtardı. Yəni baxma ki, ona vəd olunmuşdu, bir misal gətirir İmam Tahavi, vəd olunmuşdu ki, düşmənin tərəfindən onu həlak edəcək, ancaq həlak olma müvəffəq olmadı və düşmənin caynağından canını qurtardı. Həmin insan deyirlər, nəcəhullah, Allah Teala onu qurtardı. Deməli, qurtarmaq gələn şeydə, lüğəti mənada həmin əzab, yəni deyilsə də ona çatması, yetişməsi mənasına gəlmir. Və sonra dəlil gətirir öz dediklərinə İmam Tahavi rahimehullah. Və ləmmə cəə əmruna nəccəynə hudən. Və Quran-ı Kərimdə bəla göndərilmiş qövmlər haqqında onlarla misallar var. Onların birini misal gətirir, kifayətlənir bir misal ilə. O zaman ki bizim əzabımız gələndə biz neynədik? Hudu qurtardıq. Hudu və onunla iman edənləri qurtardıq. Yəni orada əzab vəd olmuşdu. Hudun yaşadığı məntəqəyə, onun qövmünə. Əzab gəldi və əzab gələrkən gəlməmişdən qabaq Hud və ona iman edənlər oradan çıxardıldı. Aydındır? Beləliklə əzab vəd olunur, ancaq o deməkdir ki, hər kəsə aiddir. Bu misal aydındır. Vələm yekun əzab asabəhum və lakin asabə qayrəhum. Ona görə əzab onları yaxalamadı, onlardan digərlərini, başqalarını yaxaladı. Həmçinin İbn Həcər rahimehullah deyir ki, və hədənil qavlani asah mə varada fi zəlikə və la tunafi beynəhumə əv və la tənafi beynəhumə lənnə mən abbara bid-duxul təcuzu bihi anil vurud vəchu ənə ləmmə aleyhə fəvqəs sırat fi mə'nə min duxulihə. İbn Həcər rahimehullah deyir ki, bəli, lüğəti mənası ikisi də belədir, doğrudur. Varid olmaq, onun yanına təşrif qoymaq, onun yanına gəlmək və yaxud da ki, onun içinə daxil olmaq deməkdir. Bu cəhətdən, lüğəti cəhətdən biz heç kimə inkar edə bilmərik. Ancaq doğrudan da onlar cəhənnəmə varid olacaqlar. Nə mənada? Çünki körpü, sırat cəhənnəmin üzərindədir. Eləliklə insan sanki cəhənnəmə varid olacaq, yəni necə cəhənnəmin içindən keçəcək. İçindən də keçmək nə deməkdir? Körpü cəhənnəmin üzərindədir. Aydındır? Körpü cəhənnəmin üzərində olmaqla sanki onlar cəhənnəmə girəcəklər mənasına gəlir. Halbuki cəhənnəmin içinə yox, üstündən keçəcəklər. Beləliklə, İki mənasının, lüğətin iki mənanın ikisində almış olur. Yaxşı, burada bəzi məsələlər var. Körpünün keyfiyyətləri. Birinci, əlimizdə olan dəlillər göstərir ki, o körpü çox sürüşkəndir. Zəlqun, la təthbitu aleyhil aqdam. O zəlqdir, yəni çox sürüşkəndir. Ayaqlar onun üzərində sabit qalmır. Yəni kim sabit elə bilər? Sabit eləsə yalnız Allah Əzzə və Cəl Subhanahu Teala sabit elə bilər. Həmçinin hədis-i şərifdə körpü haqqında soruşulanda Allah Resulü sallallahu aleyhi ve sellem onun sürüşkən olması haqqında xəbər verir. Və bu hədisləri İbn Həcər rahimehullah Fəthin şərhində gətirir. Həmçinin İmam Nəvəvi, İmam Müslimin hədisinin şərhində bunu gətirir. Vaxtda dəlillər var, səhihdə gəlib. Digər sifəti, ikinci sifəti, onun üzərində kələlib var. Kələlib. Kələlib nə deməkdir? Kələlib, kəllubun sözünün
cəmidir. Yaxşı, kəllub nə deməkdir? Kəllub qırmaqdır. O qəssablarda yekə ət qırmaqları görmüsünüz. Belə iti dəmirlər, dəmir gəlir, uzun dəmir gəlir poladdan və əyilir qırmaq formasında. Ola bilsin ki, onun başında taxta olsun, ola bilsin ki, heç taxta olmasın, birbaşa asılsın. Yekə ət şaqqalarını, deməli, həmin o qırmaqları keçirir, birbaşa neynirlər? Fırına atırlar. Buna deyirlər kəllub, yəni qırmaqlar. Bu qırmaq ətə çox iti və dəqiq bir şəkildə yapışır və əti şəkil dartır. Həmin cisirin, yəni sıratın körpünün üzərində elə kələliblər var. Onların da vəzifəsi oradan keçməyə layiq olmayanları batırmaq və onları içəri cəhənnəmə tullamaqdır. Həmçinin onların üzərində həsklər var. Həsk nə deməkdir? Həsk deməli, Allah qorusun, dəmirdən olan tikan parçalarıdır. Deməli ki, dəmirlərdir, üzəri bütün tikandır. Bəzi uləma həski, yəni bir bitkinin adı ilə əlaqələndirir. O da ki, Səudi Ərəbistan yarımadasında səhralarda yetişən qəribə bir bitkidir. Kaktus mu deyim, yoxsa hansı bir tikanlı bitkidir? Deməli, o bitkinin üzərində çox iti, aydın, iri tikanlar var. Yəni, o bitkiyə bənzəyir. Sanki dəmirdəndir, ancaq dəmirdəndir. Həsklər cəhənnəmin, deməli, sıratın körpünün üzərində həmin həsklər dəmirdəndir və üzərində çox iti, aydın tikanlar var. Beləliklə, qırmaqlar və tikanlar var ki, onun üzərindən keçənləri neynir? Götürür və cəhənnəm içərisinə tulluyur. Niyə görə? Yəni, keçməyə layiq olmayanda əməlləri onun cənnətə getməsinə, yəni vacib etməyəndə. Bunun sifəti. Və bu hədislər İmam Muslimin rəvayət elədiyi hədislər silsiləsində gəlir. Hədislər, bu haqda gələn hədislər, əlhamdülillah, səhihdir. Hədis, deməli, İmam Muslimin 187 və 195 nömrəli hədislərindədir. Digər sifəti, o qılınc kimi itidir. Bu haqda Əbu Səid radiyallahu anhu deyir ki, mənə cisir haqqında belə bir xəbər çatdı ki, o tükdən də nazikdir, o qıldan da, tükdən də nazikdir və qılıncdan da itidir. Və bu məlumatı İmam Muslim rahiməhullah rəvayət edir, hədislər bu haqda səhihdir. Həmçinin Hakim Süleymandan marfu'an, yəni Allah Resulü sallallahu aleyhi ve sellem'e gedib ulaşan bir isnadla rivayət edir ki, və yuda'u sırat mitlə haddil Musa, sırat körpüsü iti ülgünc kimi, ülgünc bir şəkildə qoyulacaq. Yəni çox iti və nazik olacaq. Bu hədislərdə elhamdülillah səhihdir, Mustadrak Hakimdə və həmçinin o, deməli, İmam Muslimin şərtləri üzəri səhihdir. Həmçinin İmam Albani rahiməhullah, rəhmətən vəsili cəmi uləmə silsilə-i səhihdə bu hədisləri çıxardıb. Aydındır. Bəzi uləmaya elə gəldi ki, körpü, cisir genişdir. Onları da çaşdıran nədir? Sırat sözünün lüğəti mənası. Sırat sözünün lüğəti mənası biz dedik ki, lüğəti mənası nədir? At-tariqul vadih. Aydın olan, yəni geniş olan, görünən bir yol. Ancaq bu görüş çox zəif görüşdür və demək olar ki, etibarsız və batil görüşdür. Niyə görə? Çünki bizdə açıq dəlillər var ki, o ülgünc kimi qoyulacaq, yəni çox iti və o çox sürüşkən olacaq və o çox nazik olacaq, yəni qıl təki nazik olacaq. Bu haqda dəlillər var. Dəlillər İmam Muslimin hədisində və başqa İmam Əhl-i Sünnənlərində gələn hədislərdə göstərir ki, bu belə deyil. Onlar da cavab verdilər bu hədislərə ki, bu hədislər ağla batmazdır. Çünki necə ola bilər ki, o çox nazik olsun, qıl təki nazik olsun və eyni zamanda onun ətraflarından qırmaqlar və tikanlı topuzlar yapışıb. Cavab da odur ki, ümumən bu cürə münaqişə eləmək, əqidə məsələlərində bu cürə münaqişə eləmək batildir. Çünki bu axirət ölçüləridir. Axirət ölçüləri də dünya ölçüləri deyil. Yəni, insan dünya ölçülərini axirət ölçülərinə qaçırmamalıdır ki, nətər ola bilər ki, belə olanda belə olursun. Yəni, dünya qanunlarına görə, misal üçün, yəni mənfi sıfırdan sonra su buz halına gəlir. Düzdürmü? Axirət qanunlarında bu işlənir. Aydındır. Ola bir ki, su buzdan da soyuqdur və mayedir. Və insan onun içəndə xəstələnmir. Axirət ölçüləri başqadır və belə onlara rəddiyə gətirmişlər. Yaxşı, digər məsələ, kafirlər sıratın körpünün üzərinə keçəcəklər, yoxsa yox? Bu çox maraqlı bir məsələdir. Bu məsələdə təfsilat var. Əgər kuffar, kafirlər, burada nəzərdə tutulur ki, təmiz, açıq, yəni küfrdə elan olmuş kafirlər, o kəslər ki, yəni həqiqətən kafirdirlər, təbii ki, onlar sıratın üzərindən heç keçməyə müvəffəq, nəinki müvəffəq, onlar sıratın keçməyə heç izin verilməyəcək. Onları, deməli, ayaq barmaqlarından tutub, üzü üzərində sürtəyərək axirət meydanında cəhənnəmə, yəni dolduracaqlar. Onlar heç sıratı görməyəcəklər. Bunlar xalis kafirlərdən söhbət gedir. Ancaq münafiqlərə gələndə isə Allah Teala onların hiləsinə də bir hilə hazırlayıb və onlar, baxma ki, əhkamları onların kafirdir. Allah Teala o gün onları elə gələcək ki, sanki onlar mömindirlər, Allah Teala onların hiləsinə hilə quracaq. Və ona görə qiyamət günü münafiqlərə də nur veriləcək. Onlar da möminlərlə bərabər eyni yerdə olacaqlar və onlar da
sıratdan keçilməyə izin verəcəklər. Ta ki onlar, münafiqlər öz içərlərində gülüb, sevinib deyəcəklər ki, deyəsin biz doğrudan da Allahı və möminləri aldada bilmişik. Sıratın üzərinə gələndə də nələr baş verir? Bu haqda inşallah hədislərə baxaq. Deməli, münafiqlər, baxma ki, ən qorxulu kafirlərdir. Küfrün ən böyük, ən şiddətli, ən qorxunç növü olsa da Allah Teala istisna olaraq onları sırata yaxın buraxacaq. Yəni onların əzabını, onların həsrətini artırmaq üçün. Yəni onları təşrif babından yox. Və dəlil zəlikə mə cə fi hadis Əbi Səid el-Xudri radiyallahu anhu ənə Rasulullah sallallahu aleyhi ve sellem qal İzə kənə yevməl qiyamə əzinəl müəzzin liyettəbi' kullə ümmətin mə kənə tə'budu fələ yəbqə əhədun. Əbi Səid el-Xudri'nin rəvat edildi bu çox uzun bir hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. İzə kənə yevməl qiyamə əzzənə müəzzin. Elə ki qiyamət günü qopdu, bir çağırıcı çağıracaq. Sonra bütün ümmətlər onun çağırışına cavab verəcək. Mə kənə tə'budu fələ yəbqə əhədun kənə yə'budu qayrəllah subhanahu min asnamin və asnabin illə yətəsaqatuna finər cəhənnəm. Sonradakı Allaha şərik qoşan, bütpərəst və hətta ki, hər hansı bir müşrik inancıda olan insanlar hamısı cəhənnəmə sürüklənib, cəhənnəmə doldurulacaqlar. Sonra yalnız, yəni özləri səmavi dinlərə nisbət olan insanlar qalacaq. Hətta izə ləm yəbqə illə mən kənə yə'budallah İmbərrin və fəcir. Və kim qalacaq? Yəni cəhənnəmə düşməmişdən qabaq, yalnız Allaha ibadət eləyənlər, istər böyük günah sahibləri, istər nədir? Yəni möminlər, facir və yaxud da ki möminlər. Və hubbirə əhlil kitab və kitab əhlinin nümayəndələri qalacaq və kitab əhlindən yəhudilər çağırılacaq və onlara deyiləcək ki, siz dünyadaykən nəyə ibadət edirdiniz? Onlar deyəcəklər, biz Uzeyr, Abdullah oğluna ibadət edirdik. Və Allah-u Teala onlara deyəcək ki, kəzəbtum, məttəxadallah min sahibətin və lə vələd. Yalan danışdınız. Allah-u Teala özünə nə yoldaş, nə də övlad götürməmişdi. Nə istəyirsiniz deyə onlara soruşulanda, onlar deyəcəklər, qalu, ataşna ya Rab, Rabbənə fəsqinə. Deyəcəklər, ey Rəbbimiz, susuzdan qovrulduq, bizi içirt. Və təbii ki, onlar içməyə layiq deyirlər. Çünki onlar Allah Taala'nı yalanlamışlar və ona böhtən atmışlar və ona ən böyük küfr etmişlər. Və Allah Taala onlara, yəni işarə eləyəcək, cəhənnəmə işarə eləyəcək və cəhənnəmi Allah Taala onların gözündə su hövzəsi kimi böyük bir dəniz şəklində onların xəyalında göstərəcək. Buna sərab deyirlər. Sərabdakı səhrada, siz səhrada olanda görəcəksiniz inşallah. Uzağa baxırsan, bir neçə kilometr məsafəsində olmayan yerdə göl və dəniz görsənir. Həqiqətən nəm göl və dəniz görsənir. Ən qəribəsi odur ki, yanındakı dağların kölgəsi də onun üzərinə düşür. Bunu mən gözümlə görmüşəm və çoxumuz bunu görmüşük səhrada. Çox qəribə bir haldır. Yəni uzaqda, bir neçə kilometr məsafədə şiddətli hərarətdən səhrada insanın gözünə torpaq səthinin üzərində böyük bir su hövzəsi, göl görsənir, dəniz boyda göl görsənir. Hətta təsəvvür oradakı dağlar belə dağların əksi, ağacların əksi o gölə düşür. Buna sərab deyirlər. Allah Taala'nın bir möcüzəsidir. Yəni bu dünyada kainatı yaratıb. Cəhənnəm ateşində Allah Taala qiyamət günü həmin Uzeyr ibn Abdullah'a ibadət edən yəhudilərə sərab şəklində, həmin bu xəyal şəklində, su şəklində göstərəcək. Və həmin su şəklində göstərəndə onlar ona tərəf qaçacaqlar və qaçanda hamısı nə edib? Bir-birinin üstünə itiləyərəkdən bir-birlərini cəhənnəm ateşinin içərisinə dolacaqlar. Sonra Nasraniləri Allah-u Teala çağırıb onlara deyəcək ki, siz dünyada ikən nəyə ibadət edirdiniz? Onlar deyəcəklər ki, biz Məsih İbni Abdullah, Allahın qulu Məsihə ibadət edirdik. Və Allah-u Teala deyəcək ki, yalan danışdınız. Allah-u Teala nə bir yoldaş, nə də ki bir övlad götürməmişdi özünə. Siz nə istəyirsiniz deyə onlardan soruşulanda, onlar deyəcəklər, ataşna ya Rab, Rabbənə fəsqinə, susuzdan qovrulduq ey Rəbbimiz, bizə su ver və bizi işizdir deyəndə Allah Taala onlarla da Yahudilərlə elədiyini misal edəcək. Həmin cəhənnəm atəşi uzaqdan onlara böyük bir su hövzəsi, göl və ya dəniz şəklində göstəriləcək və onların təxəyyülündə elə gələcək ki, o böyük bir dənizdir, sudur və ona tərəf şığıyacaqlar və hamısı onun yanına gələndə fikir ver, burada sırat yoxdur. Sırat olmadan birbaşa onun yanına gəlib topa-topa bir-birinin üstünə itələ-itələ özlərini o suyun içinə atacaqlar. Əslində o cəhənnəm atəşidir və cəhənnəm atəşinə varid olacaqlar. Təbii ki, bu bütün kitab əhlinə aid deyil. Çünki hədisdə gedir ki, hubbir əhlil kitab. Yəni, əhli kitabda sapmış, Allaha şərik qoşanlara aiddir. Əhli kitabda öz peyğəmbərinə dost doğru iman edib, tövhid əhlinə olanlar isə təbii ki, buna aiddir. Onlar İslamdadılar, onlar təslimiyyətdədirlər, onlar tövhid əhlidirlər. Onlar bu hədisimizə aid deyirlər. Aydındır? Hətta izə ləm yəbqə illə mən kənə yə'budullahi teala min bərrin və facir. Ta ki, elə bir zamana kimi facir və
mümin quldan başqa heç kəs qalmayacaq. O kəslər qalacaq ki, yalnız onların məbudu Allahdır. Facir və mümin, yəni mümin və facir o kəslər ki, yalnız Allahu Teala'nı təkləşdirir, ona ibadət edirlər. Onlar qalanda da nə baş verəcək? Sonra da ki, Allahu Subhanahu Teala onların həşir meydanında gördüyü, yəni tamam başqa bir ədnə bir surədə gələcək. Ondan da yəni aşağı bir surədə onlara göstəriləcək. Demək, onlar Allahu Teala ilə danışan halda birdən Allah Teala tamam başqa bir surədə onlara göstəriləcək. Yəni ən aşağı bir surətdə onlara göstəriləcək. Və onlar da ona baxanda Allahu Teala deyəcək ki: "Atahum Rabbuhul alamin Subhanahu ve Teala fi adna suratin min allati ra'u fiha." Demək, Allah Subhanahu Teala Rabbul alamin onların yanına ikinci dəfə haşr meydanında onların görmədiyi bir surədə, ən ədnə, ən aşağı bir surətdə onlara göstəriləcək. "Qala femâzâ tanzurun aw tantazirun?" Deyəcək ki, siz nə gözləyirsiniz? "Tettabi' kullu ummetin ma kanat ta'bud." Qoy hər bir ümmət ibadət elədiyinə itaat eləsin. "Qalu ya Rabbana faraqna an-nasa fi'd-dunya afqar ma kunna ilayhim və lam nusahibhum." Deyəcəklər, ey Rəbbimiz, biz dünyadaykən bir çox insanları tərk elədik. Baxma ki, onlara möhtac idik, biz onu tərk elədik və onlarla dostluq eləmədik. "Feyaqulu ana rabbukum." Və Allah Subhanahu Teala deyəcək ki, mən sizin Rəbbinizəm. Onlar həmin gördüyü yəni surəti görəndə deyəcəklər ki, "Na'udhu billahi minka." Biz səndən Allaha pənah aparırıq. "Və la nuşriku billahi şey'a." Və biz Allaha heç bir şey şərik qoşmuyoruz. 2 dəfə və ya 3 dəfə bunu deyəcəklər. Hatta inna ba'dahum la yakad an yanqalib. Ta ki onlardan bəziləri az qalıb dönsün öz sözündən və desin ki, doğrudan da sən bizim Rəbbimizsən. Bu da ki onlar üçün, yəni fitrət əhli üçün və həmçinin nədir? Meydanda olanlar üçün çox böyük bir sınaqdır. Allahu Teala Subhanahu Teala onlara 2 cürə göstəriləcək. "Feyaqulu hal beynakum və beynehu ayetun feta'rifunehu." Allahu Teala Subhanahu Celle Celaluhu deyəcək ki, mənimlə sizin aranızda bir əlamət var, bir ayət var. Onu göstərsəm məni tanıyarsınız? Deyəcəklər ki, "Bələ." "Feyaqulna na'am." Və Allahu Subhanahu Teala öz baldırını göstərəcək və sonra da hər bir kəs Allahu Teala'ya könüllü və könülsüz səcdəyə qapalacaq. Allahu Teala'nın izin verdiyi kəslər yalnız səcdə edə biləcəklər. Allahu Teala'nın sevmədiyi, səcdə izin vermədiyi insanların isə beli divar kimi və yaxud da ki taxta kimi olacaq və onlar səcdə edə bilməyəcəklər. Hər dəfə səcdə etmək istəyəndə heç bir şey onlarda alınmayacaq. "İllə cealallahu zahrahu tabaqatan vahidə." Kulləmə arada en yescud xarra alə qafa. Hər dəfə səcdə eləyəndə tərsinə öz qafası üzərinə, yəni arxa tərəfə yıxılacaq. Sonra onlar başlarını qaldıracaqlar. Başlarını qaldıranda nə görsələr yaxşıdır. Vaqad tahawwala fi surati allati ra'ahu fiha. Allah Subhanahu Teala onlara əvvəldə göstərildiyi surətində təzədən göstəriləcək. Necə ki Allah Teala ilk dəfə həşr meydana o surətdə gəlmişdi. Buludların arasında, mələklər ətrafında, arşın üzərində. Faqal ana rabbukum. Deyəcək ki, mən sizin Rəbbinizəm. Feyaquluna ente rabbuna. Deyəcəklər ki, bəli, sən bizim Rəbbimiz. Thumma yadribu cisran ala cehennəm. Sonra Allah Subhanahu Teala cəhənnəmin üzərinə körpü vuracaq. Qardaşlar, hədis İmam Müslimin hədisidir. Səhihdə gəlib 1-ci mücəlləd 169 və 167-ci səhifələrinin 183 nömrəli hədisində. Və hada hadis yedullu ala anna men azhara al-islam min al-munafiqin fe innehu yamurru ala sırat. Bu hədis deməli uzun hədisdir. Hədisi qısa olaraq deyim ki, bu hədisdə bizə bir çox şeylər aydınlıq gətirilir. Demək onlardan da biri odur ki, münafiqlər möminlərlə bərabər həmin o meydanda qalacaqlar. Çünki onlar özlərini mömin zənn edəcəklər və Allah Teala onların hiləsini hilə qurub səcdə edəcəklər. Yalnız möminlər, həqiqi Allah Teala'ya ibadət edib onu təkləşdirənlər, Allah Teala'nı dünyada və möminlər dünyada iman adı ilə aldadanlar isə səcdədən məhrum olacaqlar. Birinci onların deməli rəzaləti səcdə məhrum olacaqlar. Onların belləri taxta tişt kimi, yəni sanki bir divar kimi olacaq ki, hər dəfə onlar səcdə etmək istəyəndə onlar qafası üzərinə düşəcəklər. Bu birinci rəzalət. Hədisin davamına baxaq. وجه أن الكفار الصرحاء وأهل الكتاب غير مسلمين دخلوا النار. Hədisdən çıxardılan faydalardan biri də odur ki, sarih olan kafirlər, yəni apaçıq küfründə şək olmayan kafirlər cəhənnəmə artıq varid olmuşlar. Həmçinin kitab əhli və orada yalnız müsəlmanlar qalır. Sonra da cəhənnəm atəşinin üzərinə körpü çəkilir və bu hədisdə gəlir ki, siz nə gözləyirsiniz və deyəcəklər ki, baxırıq və gözləyirik. Rəbbimiz və Allah Teala deyəcək ki, ən Rabbukum, mən sizin Rəbbinizəm. Deyəcəklər ki, ta ki səni görməyincə nədir? Və Allah Teala özünü onlara göstərəcək. Qala feyantaliq bihim və ettebi'unehu. Və Allah Teala onları çağıracaq və ona itaat edəcəklər və hər bir insana münafiq olsun deyə ya mömin olsun deyə nur veriləcək. Və hər kəs öz nuru ilə cəhənnəmin üzərindəki çəkilmiş cisrin, yəni körpünün sıratının üzərinə qalxıb gedəcəklər. Və o körpünün üzərində nədir? Qırmaqlar və dediyimiz kimi dəmir tikanlı buzlar var. Allah-u Teala'nın izin vermədiyi kəslərə yapışıb bədəndən onu cəhənnəmin dibinə atacaq.
Və münafiqlər də ki, çox uzun bir məsafə qət edəcəklər və elə biləcəklər ki, artıq onlar Allah və möminləri aldadıblar və onlar elə gələcək ki, onlar cənnət əhlindəndirlər. Elə ki, çox bir az miqdar qalanda birdən onların nuru sönəcək və onlar möminlərə deyəcək ki, ey möminlər, bizi gözləyin, biz bilmirik bizə nə oldu, bizim surətimiz dayandı və nurumuz söndü. Və bu hədisdən də fayda nə gəlir? Münafiqlər, yəni istisna kafirlərdir ki, onların əzabına əzab artırmaq üçün rəzalətini və onların rüsvayçılığını daha şiddətli ödəmək üçün Allah Teala onların oyununa qarşı belə bir tuzaq, belə bir hilə quracaq. Subhanahu Teala və məkəru və məkərallahu vallahu xayrul məkirin. Onlar Allahu Teala qarşı tuzaq və hilələr qurdular. Allahu Teala da onlara qarşı şübhəsiz ki, Allah Teala ən xeyirli cavab verəndir, ən xeyirli, yəni intiqam alandır. İbn Rəcəb rahimehullah Ət-Təxfif minən-Nar kitabının fəəmmel müşrikunə fəinnəhum la yəmurun alas-sirat. Müşriklərə gəldikdə isə onlar sıratın üzərindən heç keçməyəcəklər. Və innəmə yəqudun fin-nari qabla vad'is-sirat. Onlar sırat, yəni cəhənnəmin üzərinə sırat çəkilməmişdən qabaq cəhənnəmə artıq doldurulacaqlar. Demək bu sözləri İbn Rəcəb rahimehullah Ət-Təxfif minən-Nar kitabının 171-ci səhifəsində buyurur. Yaxşı, digər məsələlər. Möminlərin sıratın üzərindəki gəzmə halları və yermə halları. Və bunlar belədir. İki məsələyə bölünür. Birinci, əhvalu min haythun nur və zulmə. Onların nur və zülmət cəhətdən olan halları. Cabirin hədisində Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Və yu'ta kullə insan minhum munafiqan əv mu'minən nura. Və hər bir insana, orada qalan hər bir insana nur veriləcək. İstər mömin olsun, istər münafiq olsun. Sümmə ettəbi'unəhu. Sonra onlar deyəcəklər, cəhənnəm üzərindəki cisrin üzərinə gəlib, Allah Taala'nın çağırışına cavab verib, onun üzərinə çıxacaqlar. Və alə cisri cəhənnəmə kələlib və həsk. Və cəhənnəm üzərində kələlib, yəni qırmaqlar, qeyd etdiyimiz kimi, və həsk, həmin o dəmirdən olan, tikanlı olan topuzlar var. Allah Taala'nın izin vermədiyi kəsləri oradan bədəninə yapışıb yerə cəhənnəmin içərisinə çırpar. Sonradakı münafiqlərin nuru sönəcək və Allah Taala möminləri, yalnız möminləri oradan qurtaracaq. Əvvələ zümratin vəcəhum kəl-qamari bi-leylətil bədr. Və Allah Taala onları cəhənnəm atəşinə qurtaranda onların üzləri nur kimi, işıq kimi yanacaq. Sanki Hicri ayın 14-cü, 15-ci günündə ay parıldayan kimi gözəl parıldayacaq. Bu hədisi İmam Müslim rivayet eləmişdi, qeyd etdiyimiz kimi həmin o uzun hədisdə. Və qala sallallahu aleyhi ve sellem فَيُعْطَوْنَ نُورَهُمْ عَلَى قَدْرِ عَمَلِهِمْ. Və Allah Resulü sallallahu aleyhi ve sellem onlar hər kəs öz əməli miqdarında, ölçüsündə nur onlara veriləcək, onlara nur veriləcək. قَالَ فَمِنْهُمْ مَنْ يُعْطَ نُورَهُ مِثْلَ الْجَبَلِ. Onlardan bəzilərinin nuru dağ boyda nur veriləcək. Bəzilərində nuru xurma ağacı boyda olacaq və nuru sağ tərəfindən veriləcək. Bəzilərində nuru bundan da az olacaq və onun sağ tərəfinə ona veriləcək. O nurla o cəhənnəmin, qaranlıq cəhənnəmin sıratın üzərindən keçir. Bəzilərində nuru yu'ta nurahu ala ibhami qadami. Subhanallah. Yəni ayaq qədəmindəki çeşələ barmağı, yəni balaca barmağı qədər nur veriləcək və bu nurla o gələcək. Fəidə adaat qədəmu və idə taf. Və o işıq gah yanacaq, gah sönəcək. Allah qorusun, bu da onun əməllərinin ölçüsünə görə nuru da o qədər veriləcək. Fəyəmurna alə sırat və sırat ki həddi seyf. Onlar sıratın üzərindən keçəcəklər və o sırat ki qılınc kimi itidir və çox sürüşkəndir. Yalnız Allah Taala'nın nur verdiyi kəslər oradan nəcat tapa bilərlər. Bu deməli dəlillər Mustadrakın 2-ci mücəlləd 470-ci səhifəsinin 3424 nömrəli hədisində gəlib. Həmçinin "Hada hadisun sahih ala şart şeyxeyni və lem yuxricahu bi hada lafz." Və İmam buyurur ki, rahimehullah, bu hədis İmam Buxari Müslimin şərtləri ilə çıxardılmışdır, səhihdir. İmam Buxari Müslim bu hədisi rivayet eləməsə belə. Və Əlbani rahimehullah bu hədisi Tərğib və Tərhib kitabında səhih hədislər sırasında gətirir. Aydındır, bu hədislər səhihdir. Yaxşı, möminlərin sıratın üzərində keçdiyi ikinci hal. Birinci hal nə idi? Onların zülmət və ya nur alma halları. Digər hallarda onların gəzmə keyfiyyətləridir. Əlləzi dəllət aleyhim nusuz ənə ba'duhum təkunu sur'atu alə sirati kətarfil ayn. Dəlillər göstərir ki, onların bəzilərinin sürəti cisinin üzərində, körpün üzərində göz qırpımı qədər tez olacaq. Subhanallah, təsəvvürlə körpün üzərinə ayağını basacaq, göz qırpımından sonra artıq cənnətin ağzında ilə beki olacaq. Subhanallah. Bu da ki, nədir? Allah Taala'nın onun üzərinə etdiyi dünyadakı minnəti və lütfü və onun xeyir və salih əməllərə müvəffəq olması və əməllərinin xalis olması və Allah katında qəbul olması həmin bu şeylərə dəlat edir. Və ba'dum kəlbarq və onların bəzilərinin sürəti ildırım sürəti kimi tez olacaq. Yəni göz qırpımı tezdir, ildırım tezdir, özünüz bu ölçüləri bilirsiniz. Subhanallah. Bu da ki, əməlinə görə alır. Və ba'duhum kərrih və bəzilərinin sürəti külək, əsən külək sürəti kimi olacaq. Və bəzilərində
dəvənin sürəti kimi olacaq, qaçan dəvənin sürəti kimi olacaq, bəzilərindəki uçan quşun sürəti kimi olacaq, bəzilərindəki atlının və yaxud da ki, dəvə üzərində gəzənin sürəti kimi olacaq və bəzilərində sürəti gəzən və qaçan insanların sürəti kimi olacaq və bəzilərində sürəti, Allah qorusun, həddindən artıq çox asta olacaq, qarnın üzərində, sıratın körpünün üzərində sürtünə gedəcək və təbii ki, təzəvvür bu məsafə, yəni getmək, bu məsafəni çatmaq var. Vaxtı da hədislər gəlib, o məsafəsi nə qədər uzun olması, Allah qorusun və bu vaxta kimi bu vəziyyətdə gəlib ora çata bilər və üstəlik də onun ətrafında, cismin ətrafında qırmaqlar və həsklər var, tikanlı dəmirlər var, Allah qorusun. Və hədis şərifdə gəlir ki, bir nəfər də öz qarnının üzərində, sıratın üzərində gedir və Rəbbinə şikayət edir ki, ey Rəbb, məni niyə qarnımın üzərində getməyə vadar etdin? Allah-u Teala ona deyəcək ki, biz vadar etmədik, sən əməllərin buna vadar etdi. فَلِكُلِّ هَؤُلَا تَجْرِي بِهِمْ أَعْمَالٌ بِحَسْبِهَا və onların hamısının əməlləri ölçüsündə, çərçivəsində, yəni sıratın üzərindən keçməyə müvəffəq olacaqlar. Digər məsələ, dördüncü məsələ, ثبتت في الحديث أن النبي صلى الله عليه وسلم قال وترسل الأمانة والرحمة فتقومان جنبي طرف الصراعات يمين وشمالا. Deməli, digər hədislərdə Allah Resulü sallallahu aleyhi ve sellemdən bizə belə bir şəkildə rəvayət sabit olmuşdur ki, və əmanət ilə qohumluq əlaqəsi sıratın sağından və solundan durub, nədir? Onun yanında gözətçi kimi duracaqlar. Bu hədisi demək İmam Müslim yerində rəvayət eləmişdir. Hədis əlhamdülillah səhihdir. 1-ci mücəlləd 186 və 187-ci səhifələrinin 195 nömrəli hədisində. Bu hədis deməli nəyə göstərir qardaşlar? Göstərir ki, sılat-ı-rahim qohumluq əlaqəsini saxlamaq, qorumaq və əmanətə xəyanət eləməmək məsələləri, əmanəti qorumaq nə qədər böyük mühüm məsələdir ki, Allah Teala onların ikisini də cəhənnəm üzərindəki sıratın sağından və solundan gözətçi kimi edəcək. Onlara xəyanət eləyən, onları dağardan qohumluq əlaqəsini kəsən insanlar da, onlar da götürüb cəhənnəmin dibinə tullayacaqlar. La ilahə illallah, subhanallah. 5-ci məsələ, sıratın üzərindən ilk keçən kəs, sıratın üzərindən ilk keçən kəs Allah Resulü sallallahu aleyhi ve sellem Həzreti Muhammed aleyhissalatü selamdır. O və onun ümməti ilk keçənlərdir. Necə ki hədis-i şərifdə وَيَضْرِبُ الصِّرَاطَ بَيْنَ ظُهُرِ جَهَنَّمَ فَأَكُونَ أَنَا وَأُمَّتِي أَوَّلُ مَنْ يَجْزِيهَا. Allah Resulü sallallahu aleyhi ve sellemlə sabit gələn hədisdə və cəhənnəmin üzərinə sırat qoyulacaq. O sıratdan ilk keçən kəs mən və mənim ümmətimdir. Bu hədis İmam Buxari rivayət etmişdir, həmçinin İmam Müslim. Hədis səhihdir, elhamdülillah. Digər məsələ, 6-cı məsələ, Ənəhu la yətəkələmu vaxtul mursal alə-sırati əhədun illər-rusul. Sırat qoyulanda, sıratın üzərindən keçərkən kimsə danışmaq iqtidarında olmayacaq, heç kim danışmayacaq, yalnız Allahın peyğəmbərləri danışacaq və danışarkən dediklər söz fəyədribu-sırata beynə zahrani cəhənnəm və cəhənnəmin üzərində sırat qoyulanda peyğəmbərlər onun üzərindən və ümməti keçəcək və Hz. Muhammed s.ə.v və ümməti birinci olaraq və peyğəmbərlər bu sözü deyəcəklər. Rabbənə Allahümə səllim səllim. Ey Allahım, səlamət et, səlamət et. Hədis İmam Buxari və Müslim rivayət etmişdir. Hədis səhihdir. Səbiə, məsələtü səbiə. 7-ci məsələ, nəticətül ubur alə-sırat. Sıratın üzərində gəzmənin nəticəsi. Nəticə ona ibarət olacaq ki, müsəlmanlar, möminlər, əməlləri salih olan insanlar nəcata çatanlardır. Münafiqlər cəhənnəmin dibinə oradan qovulub, oradan yəni düşürülüb, əbədi olaraq yerləşdiriləcəklər və günahları olan, əməlləri çox az olan, yəni və yaxud da ki, əməlləri heç olmayan müsəlmanlar da ki, cəhənnəmə düşürüləcəklər. Öz əda etmədiyi, onların Allah-u Teala'nın onların boynuna yazdığı əməlləri ta günahları yanana kimi orada qalacaqlar, Allah qorusun. Və qalə Nəvəvi rahiməhullah mə'nəhu ənəhumə thələthətü əqsamin. Və İmam Nəvəvi rahiməhullah bu haqda gələn hədisi şərh eləyəndə deyir ki, onlar 3 qismə bölünür. Qismun yəsləm, onların bir qismi salamat olur, fələ yənəlhu şey aslən, onları heç bir əzab yaxalamır. Və digər qismindəki nədir ki, onları cəhənnəmin üzərində əzab ilə keçməsinə səbəb olur və onların digərləri də cəhənnəmin dibinə tullanılır, digərləri də ki, müvəkkəti olaraq cəhənnəmdə qalacaqlar, elədiyi əməllərə görə. Və cəət əl-lafzul qaribətu min mə'nə maktus. Maktus nə demək? Maktus yəni izdiham olacaq. Onlar biri digərin üzərinə sanki minəcək. Kədəsəti dəvab, ərəb dilində lüğətdə məna gətirir. Yəni heyvanlar o qədər talaşa, yəni təşvişə düşdülər ki, ta ki bir-birinin üzərinə sanki mindilər. Yəni bəzilən halı sıratın üzərində elə olacaq, Allah qorusun. Digərlərində hal nədir? Cəhənnəmin dibinə tullanılacaqlar. Və 8-ci məsələ,
Mənim əziz qardaşım, bil və agah ol ki, cəhənnəmin üzərindəki sıratdan keçən insanlar həqiqətən nəcətə uğrayanlardır və onlar çox şiddətli bir sevinclə sevinəcəklər. Elə bir sevinc ki, onun mislini heç bir zaman duymamışlar. Bunların da bu sevincini izhar eləyən bizdə dəlil var. Dəlildə nə gəlir? Dəlildə gəlib ki, hədis şərifdə onlar körpünü keçəndən sonra deyəcəklər: Elhamdülillahiləzi nəccana minkə. Həmdü sənalar, təriflər olsun Allaha ki, bizi səndən qurtardı. Yəni cəhənnəm atəşini işarət edəcəklər. Ba'də ən aranaka. Səni bizə göstərəndən sonra, səni ey cəhənnəm, yəni bizə göstərəndən sonra bizi səndən qurtarana elhamdülillah, həmd olsun. Laqad a'tanallahu ma lam yu'ta ahada. Şübhəsiz ki, Allah Teala bizə artıq heç kimə vermədiyi bir şey verdi. Bu hədisdəki Müstədrakda gəlib və İmam rahimehullah hədisin səhih olması haqqında deyir ki, onlar İmam Buxari Müslimin şərtləri ilə çıxardılmışdı və hədis səhihdir. Həmçinin İmam Əl-Albani bu hədisi Təhqiq Əli Tahaviyyə kitabının şərhindəki hədislər sırasında, səhih hədislər sırasında öz kitabına daxil eləmişdir. Yaxşı, Əl-Qantara. Qantara məsələsi çox maraqlı məsələdir. Əvvəlcə qantara sözü haqqında deyim ki, çox təəssüf olsun ki, Azərbaycan ürfündə, Azərbaycan dilində qantara sözü məşhur deyil. Halbuki ərəblərdə bu qantara sözü məşhurdur. Tez-tez eşitərdik ki, təcavazla qantara. Qantaranı keçdin, qantaranı keçdin. Bu sözləri Ərəbistana gedəndə çox tez-tez eşidərdim. Və heç vaxt bilmirdim ki, qantara nə olan şeydir. Ta ki, əqidə kitabında bu məsələ, qantara məsələsi gəlməyincə mən heç ağlıma gəlməzdi ki, qantara qiyamət günü bizi gözləyən növbəti bir fitnədir. Ona görə ərəblərdə belə bir söz var ki, təcavazla qantara, yəni canımı qurtardın, bizim dildə ona dillər canımı qurtardın. Ancaq burada qantara sözü var. Sən qantaranı keçdin, Bu hadisə necə baş vermişdi? Günlərin bir günü bizim bir dənə müəllimimiz vardı, çox şiddətli idi, imtahanları çox şiddətli gətirdi, həddindən artıq və elə tələbə vardı ki, doğrudan da canını qurtardı o müəllimlə. Yəni bizdə qiymətlə deyildi, dərəcə iləndir. 60 dərəcə yığdınsa, canını qurtardın, yəni kəsilmədin. Gərək 60-dan o yana keçəsən ki, artıq dərəcə yığmış sayılasan. Təsəvvür insan oxuyub, əzbərləyib, alnı təri ilə qram-qram o dərəcələri yığıb. Əgər 59 dərəcə alsan, o müəllimdə avtomatik kəsilmiş olursan, imtahandan sınaqdan keçmirsən. Halbuki nədir? 59 dərəcə, 100 dərəcədən sualların cavabına cavab vermirsən. Təsəvvür necə bir yerdir? Hələ bir yerdə biz oxumuşuq, elhamdülillah, nə tapış var, nə dayış var, nə də rüşvət var, elhamdülillah Rabbil alemin. Və həmin müəllim çox şiddətli idi və 60 dərəcəni qramla öz əziyyəti ilə yığanlara, yəni fərəhlə deyərdi ki, təcavazla qantaranı keçdin elə. Və belə qantaranı keçənlər sinifdə çox olurdu onun dərsində. Və mən də ki, heyrandan öldüm ki, bu qantara görəsə nədir? Elhamdülillah, Allah Teala qabağıma çıxartdı. Çox salih bir insanın dərsində, əqidə dərsində qantara mövzusunu keçdik. Yaxşı, qantara nədir? Əl-qantaratu hiyə cisr. Qantara da körpüdür. O da qiyamət günü bir körpüdür. Səbətə fil hədisi sahih an Əbi Səidin el-Xudri ənə Nəbiyyə sallallahu aleyhi və səlləmə qal, yəxlusul mu'minunə minən-nar. Deməli, səhih hədisdə, Əbi Səidin el-Xudrinin hədisində Allah Rasulü sallallahu aleyhi və səlləm möminlər qiyamət günü cəhənnəmdən qurtaracaqlar. Yəni, sıratı keçəcəklər. Fəyəhsəbunə alə qantarati beynəl cənnəti və nar. Sonra da qantara deyilən bir yerdə həbs olunacaqlar. Cənnətlə cəhənnəm arasında. Subhanallah. Qantara deməli nədir? Hədisin zahirində cəhənnəmdən canlarını qurtaracaqlar. Sonra qantara deyilən bir digər yerin üzərində bunlar saxlanacaq, həbs olunacaqlar. O yer cənnətlə cəhənnəm arasındadır. فَيَقْتَصُّ لِبَعْضِهِمْ مِنْ بَعْدٍ مَظَالِمَ كَانَتْ بَيْنَهُمْ فِي الدُّنْيَا. Və bunlar yalnız xullas möminlərdir. Onlar dünyada biri digərlərinə haqları vardır. Allah Teala o haqları biri digərinə nədir? Bağışlamaq, əff etmək əmri edəcək onlara. O da ki, doğrusu Allah bilir, görünür ki, xırda, gözlə görülməyən haqlardır, basit haqlardır. Çünki böyük haqlar olsaydı, onlar mütləq nədir? Yəni, şiddətli bir şəkildə sınaq və imtihanda nədir? Qiyamət meydanında hesaba çəkilərdir. Doğrusu Allah bilir. Hətta idə həzəbu və nəqu ədinəllah ləhum fi duxul cənnət. Ta ki, onlar özlərinə bu xırda, yəni zülmləri ki, özlərinə bir-birlərini əff elədilər və təmizləndilər və hamısı bir-birindən əffi qəbul elədi. Allah Teala o zaman onlara cənnətin qapısını döyməyə, cənnətin yəni içinə girməyə izin verəcək. فَوَالَّذِي نَفْسِ مُحَمَّدٍ بِيَدِهِ لِأَحَدِهِمْ أَهْدَى بِمَنْزِلَةِ فِي الْجَنَّةِ مِنْهُ بِمَنْزِلَةِ كَانَ فِي الدُّنْيَا. Məhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, sizdən birinizin cənnətdəki yeri dünyadakı yerindən təbii ki, qat-qat böyük və genişdir, daha böyükdür. Bu hədisi İmam Buxari rivayət etmişdir, hədis səhihdir. Qantara hədisi burada gəlir. وَقَدْ اِخْتَلَفَ أَهْلُ الْعِلْمِ فِي تَفْسِرِ قَنْطَرَ.
elm əhli qantara haqqında ixtilaf ediblər. Bu qantara hardan hara keçir, hardadır və nə olan şeydir? Qantaranın sabitliyi haqqında şübhə yoxdur. Elhamdülillah qantara sabitdir. Səhih hədislərlə. Necə ki İmam Buxarinin hədisində. Fəqilə həl tarafus sırat. Dedilər ki, o sıratın körpünün bir digər tərəfidirmi? Mimmə yəlil cənnətdən gələn sırata yapışan tərəfidirmi? Belə, yəni görüş deyənlər də var. Və qilə hiyyə cisru müstəqil. Və dedilər ki, xeyr, o sıratdan müstəqil bir cisirdir. Sanki cəhənnəmin üzərindəki sırat tutarandan sonra bir dənə də müstəqil körpü, yəni qantara deyilən bir körpünün üzərinə gələcəklər və o körpünün də üzərində həbs olunacaqlar. Çox maraqlı bir şeydir. Və zahirun nas yədullu alə ennəhə cisru müstəqil. İmam Buxarinin gətirdiyi bu hədisin zahiri onu göstərir ki, bu çox müstəqil nədir? Bir körpüdür. Fəhbəsunə alə qantarati beynə cənnəti və nar hədisin nasında və onlar qantaranın üzərində, cənnət ilə cəhənnəmin arasında olan qantarın üzərində həbs olunacaqlar. Hədisin zahirdə göstərir ki, bu müstəqil bir körpüdür, sırat qutarandan sonra. El-qasaisul-ləzi yəhsulu aləl-qantarati əxassu minəl-qasasil-əm. Fikir ver, şeyh nə deyir? Qantarın üzərində olan qısaslar, onlar böyük ümumi qısaslara aid deyil. Onlar xırda qısaslardır. Və kənnəhu vallahu a'lam qasaisu beynə kullə mən kənə lehu alə əxihi mazləmə. Doğrusunu Allah bilir. Müəllif deyir ki, mənə elə gəlir ki, onlar arasında olan xırda zülmlərə olan qısaslardır. Bimə'nə ennə kilahumə zələməl-əxər fəyəqtassu li ba'dihi min ba'din həttə yunaqu və yəzulu mə fi qulubihi min ğillin vallahu a'lam. Doğrusunu Allah bilir, o mənaya gəlir ki, biri digərinə nədir? Halallıq verir və arasında olan qisasları nə edir? Əff verir, xırda qisaslardır. Ta ki o şeylərdən də tərtəmiz olmayana kimi cənnətə girmir insan. Bilirsiniz, insan cənnətə girəndə tərtəmiz girməlidir. Və onlar bu şeylərlə tamamilə təmizlənmiş olurlar və üzərlərində heç bir mazləmə, heç bir hüquq, heç bir haqq, heç bir zülmət qalmır və onların qəlbindəki kin, küdürət bununla təmizlənmiş olur və beləliklə cənnətə girirlər. Sən də bilsən ki, cənnət əhlində kin, küdürət, həsəd və kibir yoxdur. Vallahu aləm. Bu qədər kifayətlənək. Allah Teala eşli faydalanlardan etsin, cənnət əhlindən etsin, bizi bağışlayanlardan etsin və bizi sıratın üzərində müvəffəq bir şəkildə Allah Teala nuru ilə göz qırpımı sürətində tez bir şəkildə keçənlərdən etsin. Allah Teala bağışlasın bizi və valideynlərimizi və bizim şeyxlərimizi, bizim fayda aldığımız kəsləri və bizdən də Allah Teala faydalananlardan etsin və bizim sağ dəftərlərimizi doldursun və bizim xeyrimizə yazsın, lehimizə, əleyhimizə yazmasın. Amin, amin. Və sallallahu alə nəbiyinə Muhammed və alə alihi və sahbihi ecmain.